İranın başqa millətlər, yəni Bəlucdur, Kürddür və başqa xalqlarla heç bir problemi yoxdur. Bugünkü İran rejiminin və hər zaman da belə olub, bir dənə böyük problemi var, o da türklərdir. İranda olan türklərdir. Bəs bunu gərək bir dəfəli biz bilək. Çünki İran əhalisinin yarıdan çoxu türklərdir. Heç bir xalqa türklər qədər zülm eləməyib İran. Heç bir xalqa. Qazaxların bir gözəl bir filmi var. Filmin adı Tomris'dir. Tomris bizim nənəmizdir, bilirsiniz də. Yəni o filmdə İranın xislətini ortaya qoyur. İran şahları, nümayəndələri gedirlər Tomris'in yanına, deyirlər ki, bəs oğlunu göndər. Oğlunu göndərəndə onu öldürürlər. İllər öncə bunlar bu toxumu səpiblər. Urmu gölünün 120 min ərazini qurudanda bu toxumu səpdilər. Və Türk-Azərbaycan xalqından olan nümayəndələri köçürtdülər, deməli, başqa yerlərə. Amma o yerlərə Kürdləri köçürtdülər. Və bu toxumu səpdilər ki, bugünkü o çaxnaşmalar olsun. Bugün Naxçıvanın Türkiyə ilə birləşməsi Mustafa Kemal Atatürk'ün birbaşa duhasının bəhrəsidir. O ərazilər ki var, o ərazilər İranın ərazisindəydi. 1932-ci ildə Atatürk dedi, Naxçıvan bizim için çox önəmlidir. Allah ona qanı rəhmət eləsin. O torpaqları Van'dan o qədər ərazini verdi İrana. Türkiyə ilə Naxçıvan arasındakı Karsdakı o torpaqları aldı. Müharibə dövründə də Naxçıvanın, yəni Qarabağ müharibəsi dövründə mən deyirəm, Naxçıvanın işğal etməmələrinin səbəbi Atatürk'ün qoyduğu o həmin deməli imza Naxçıvana Azərbaycanın hüququ olduğu kimi Türkiyənin də hüququ var idi deyə heç kəs Naxçıvana toxunmadı. Osmanlı İmperiyası dağılandan sonra Türkiyə demokratik, layiq bir dövlət qurdu. Bugünkü eylemlərin, Türkiyədəki sivil etiraz aksiyalarının səbəbləri başqadır. Pandemiyadan sonra Türkiyə özünə gələ bilmir. Mən belə düşünürəm. Türkiye'nin ekonomisi, iqtisadiyyatı çox aşağı düşür. Türkiye'dəki qiymətlər həddindən artıq çox kəllə çarxa qalxıb. Türkiye'dəki bugünkü qiymətlər Avropa ilə müqayisə, yəni İsveç, Norveç dünyanın ən bahalı ölkələrindəndir. Yəni, amma onlarla müqayisə belə edilməz dərəcədə çox qalxıb. Rəcəb Tayyip Erdoğan seçimlə seçilən bir cumhurbaşkanıdır. Bu günləri seçki falan da yoxdur Türkiye'də. Sayın Ekrem İmamoğlu da seçimlə gələn bir bələdiyyə başkanıdır. Təbii ki, dış qüvvələr Türkiyəni qarışdırmaq istəyəcəklər. Çünki bu günləri Ukrayna-Rusiya müharibəsində Türkiyə ən böyük aktorlardan biridir. Və Suriyadakı bu günləri Türkiyənin qələbəsi İranın məğlubiyyəti oldu və Rusiyanın məğlubiyyəti oldu. Və Türkiyə bu günləri bölgəyə hakimdir. Və əlbəttə ki, 2020-ci ilə geçsək, 30 ildən sonra Azərbaycan torpaqlarının geri qayıtmasında Türkiyənin birbaşa rolu danılmazdı. Əlbəttə ki, xarici provokatorları bu qıcıqlandırır. Allah Türkiyəmizi qorusun. Bir Azərbaycanlı olaraq Sayın deməli Ekrem İmamoğlu'nun bu günləri qurama ittihamlarla tutulması bizi üzür. Əlbəttə ki, məni də üzür. Bir Türk olaraq üzür. Əlbəttə Türkiyə vətəndaşlarının bildiyi bir şey. Amma mənim bildiyimə görə, Türk kanallarından bildiyimə görə bu günləri, bu 3-4 gündə Türkiyənin ekonomisi yenə də bərbad hala düşüb. Könül istərdi ki, bu günləri bizim liderimiz 100 il bundan öncə qurulmuş Atatürk'ün qurduğu qədim deməli Cumhuriyet Xalq Partiyasına qarşı da biraz daha ılımlı münasibət olardı. Könül bunu istərdi. Amma Türkiyədəki insanların o çıxış eləməyi, o mahnı musiqi dinləməyi, o meydanda, o Saraçhane'dir məncə. Saraçhane'də o meydanda çıxış eləməyi, o belə deyək, telefonlarından işıqları yandırmaq, musiqini Zülfü Livanoğlu, Zülfü bəyi də mən çox yaxşı tanıyıram. İsveç'te çok uzun müddət İsveç'te yaşayıb, bilirsiniz ki, biz onun leksiyalarına burada getmişik. Zülfü bəyin orada çıxışı çox gözəl oldu. Və mən
Üzülərək onu söyləmək istəyirəm ki, bu günləri Türkiyədəki, xüsusən də Əkrəm İmamoğlu'nun yargılanaraq Silivri cəza evinə aparılması. Tək İsveçə deyil, Avropanın bir çox ölkəsində, Almaniyada və İsveçdə də biraz yaxşı qarşılanmadı. Burada yaşayan Türkiyə kökənli vətəndaşların çoxu AKP'lidir. Bugünkü iqtidara yaxın çevrədir. Amma buna baxmayaraq onlar da etiraz aksiyalarına başladılar. Həm Berlində, həm Frankfurtda, həm Stockholm'da bu keçən həftə. Amma bundan başqa da Avropanın özünün deməli qəzetlərində, media orqanlarında və yaxud da televizyonlarda da hər gün meydandan o mitingləri göstərirlər ki, Erdoğan, belə də yazırlar, Erdoğan özünün birinci muhalifini, özünün ən böyük rəqibini tutub içəri saldırdı. Və hətta bəzi mətbuatda mənim heç xoşum gəlmədi. Erdoğan'ı Putin'le müqayisə edilər. Bəzi təbii ki, köşə yazarları. İmamoğlu'nu da Navalny'lə. Belə qiyaslama heç kəs bunu razılaşa bilməz. Mən də razılaşmadım. Hətta orada İsveç qəzetlərində bir gözəl bir adət var. Qəzetin web sayfasında yorum yazabilirsən və yorumların çoxu da xoşları gələn yorumları da bəzən gələcək sabah çıxan qəzetələrdə çap edirlər həmin yorumları. Mən də orada yorumlarımı yazdım ki, kökündən siz səhv edirsiniz. Amma təəssüflər olsun ki, yenə də deyirəm, bu günləri bu yargılanma olur. Əlbəttə ki, mən Avropa basınına Türkiyə haqqında və yaxud da Azərbaycan haqqında yazılanları çox da ciddiyə almıram. Yəni burada qərəzlər daha çoxdur. Trump'ın gəlməsindən sonra, əsasən də Rusiyaya yaxınlaşmasından sonra Avropa Birliği'ndə Türkiye'ye karşı bir ılımlı münasibət var idi. Türkiye'nin bu günləri ən vacib, ən lazımlı aktör olmasında, Ukrayna-Rusiya müharibəsində aktör olmasını öne çekirdilər. Suriye'de olan Bəşər Əsad rejiminə Türkiye'nin son qoyulması bunlarda bir ümid yarattı. Ama yine dedim ki, bugünkü hadisələr, vallahi bilmirəm, belki de deyirəm də bunu bilə-bilə saldılar. Bugünkü hadisələr biraz elə bil ki, yeniden Türkiye'yi diktator ölkələr səviyyəsinə qoymaq amacındadılar bunlar. Çox üzülərək demək istəyirəm ki, Sayın Əkrəm İmamoğlu'nun bu günləri tutuklu yargılanması, yəni içəri salınması Türkiye'nin imicinə elə bil ki, mən yalan demək istəmirəm, bəlkə də vallahi Mustafa Bey, yani inanın səmimiyyətimə, belki de bir 50%, %50 aşağı indi Türkiye'nin. Bunu maalesef çok təəssüflənərək demək istəyirəm.